Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva, Özbəkistanın birinci xanımı Ziraətxan Mirziyoyeva, qızları Saida və Şahnoza Mirziyoyevalarla birlikdə Daşkənddə Oxungüzar İncəsənət məkanında olublar. Bu layihə Özbəkistanın prezident administrasiyası yanında Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib. İncəsənət məkanında keramika, tikiş, sərgəli məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir. Burada eyni zamanda müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.